Salam kanalımızın dəyərli izləyiciləri. Bugün yeni bir mənzillə sizlərin qarşısındayım. Gördüyünüz kimi yeni təmirdən çıxmış 2 otaqdan 3 otağa düzəlmə 91 kvadrat mənzili sizlərə çəkib təqdim edirəm. Təqdimata birbaşa bir giriş qapı hissəsindən başlayıram. Bura bizim əsas giriş qapı hissəmizdir. Əsas giriş qapı hissəsindən daxil olur. Məndən burada sağ tərəfdə sanitar qovşaqları ayrı-ayrı. Bura mətbəx otağıdır. Geniş ölçüyə malik bizim mətbəx otağımızdır. Mən iri planda çəkim görsənim. Mənzilimiz təzə təmirdən çıxıb, təmirdən sonra yaşayış yoxdur. Ümumi sahəsi 91 kvadrat metrdən ibarət. Qaz şüşük təminatı, daimi sənəd çıxarış qubca. Bura bizim yataq otağımız, yataq otağından da eyvana çıxışımız mövcuddur. Kunadan da eyvana çıxışımız mümkündür. Bura dəhliz xol hissəsidir. Dəhliz xol hissəsindən irəlilik qabağa. Burada qonaq otağımızdır, dəyərli izləyicilərimiz. Bura isə bizim ikinci yataq otağıdır. Burada da çılçıraqlar, spotlar, hər bir şey yerləşdirilib hazır vəziyyətə gətirib. Mənzilimiz yelçəkən mənzildir, orta mənzildir. Həm arxa əsas yola baxır, həm həyətə baxır. Mənzilimizin ümumi sahəsi 91 kvadrat metrdir. 2 otaqdan 3 otağa uğurla düzəldilmiş belə bir gözəl mənzili sizlərə çəkib təqdim elədim. Mən ümumi məlumat verim. Mənzilimiz yerləşir Yeni Yasamalda, 77 marşrutun son dayanacağında. 17 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 91 kvadrat metr mənzili sizlərə çəkib təqdim elədim. Mənzilimizdə demək, qaz su işıq təminatı daimidir. İpotekası təsdiq olmuş şəxslər buyurun müraciət edə bilər. Bura bizdə tualet hissəsidir. Buyurub baxa bilərsiniz. Burada da bütün aksesuarlar yerləşdirilib hazır vəziyyətə gətirilmişdir. Bura isə bizdə hamam otağıdır. Burada da bütün aksesuarlar tam olaraq yerləşdirilib hazır vəziyyətə gətirilmişdir. Binanın bir addımlığında 77-211 binanın bir addımlığında hərəkət edir şəhərin istənilən istiqamətinə. Dövlət ipotekası təsdiq olmuş şəxslər buyurun müraciət edə bilər. Əlavə nə sual yaranarsa, səhifədə nömrəmiz qeyd olunub. Mənzilimizin qiymətini şərh bölməsində qeyd edəcəm. İndi isə sağ olun, yeni bir mənzildə görüşənə qədər.